Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriya Ərəb Respublikasında səfərdə olub. Azərtac xəbər verir ki, səfər Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırki keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl-Şara Azərbaycan nümayəndə heyətini qəbul edib. Prezident Əhməd Əl-Şara cari ilin aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq bu missiyanın qısa müddətdə təşkilinə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib. Suriya lideri cari ilin yanvarında Suriya xalqına göndərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib. Samir Şərifov prezident İlham Əliyevin Suriyalı həmkarını Azərbaycana dəvətini ehtiva edən məktubu Suriyanın dövlət başçısına təqdim edib.